Əziz dostlar, siz Dünya Azərbaycanlılarının proqramı olan Vətən Uzaqda Deyil proqramına baxırsınız. Vətən Uzaqda Deyil proqramının çəkilişləri bu dəfə Danimarkanın paytaxtı Kopenhagen şəhərində aparılır. Vətən Uzaqda Deyil proqramının bu dəfəki qonağı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yaşayan Kərim Elxandır. Onunla Kopenhagendə və ya başqa bir şəhərdə rastlaşsaydım, onu Danimarkalı bir gənc hesab eləyər və yanına sakitcə ötüb keçərdim. Heç ağlıma da gəlməzdi ki, adı Kərim Elxandır və o, Qarabağ qazisinin övladıdır. Kökü, qəlbi və ruhu ilə tərtəmiz Azərbaycanlıdır, vətən sevdalısıdır. Onun çətin, maraqlı və mübarizə dolu həyatı var. Kərim Qarabağ müharibəsində igidliklər göstərən, döyüşlər zamanı aldığı yaraların müalicəsi üçün Danimarkaya gələn və burada əbədi məskunlaşan Elxan Hüseynovun əkiz oğullarından biridir. Kərim Elxanla onun keçmişinə səyahət edir, atalı və atasız günlərini vərəqləyirik. Hər şeyi təmkinlə və başdan danışır. Mən də maraqla dinləyirəm. Həyatınızı bir divara bənzətsəniz, onun neçə daşı çatmır? Çox maraqlı bir sualdır. Divara bənzətsək, deyərdim hal-hazırda daşları çatır, amma çatlağı çox böyükdür. Çatlaqlar çox böyükdür. Amma şükürlər olsun Allaha ki, divar yerindədir. Sıfırdan qurulmuş bir həyatı nəzərə alsaq, ona nisbətən hələm də sağlam divar olduğunu deyərdim. Və bu divarın da sağlam qalmasında da rolu oynayan ailəmin də çox böyük əməyi var. Daha çox Azərbaycanlısınız, yoxsa Danimarkalı? Mən 100% Azərbaycanlıyam və hər zaman da Azərbaycanlı qalacam və Azərbaycanlı olmağımdan da çox fəxr edirəm. Qürbətdə yaşamaq, vətəndən uzaqda yaşamaq hər mənada çox çətin bir şeydir. Heç kimə də məsləhət görmərəm. Buraya gəlməyimiz çox anidən oldu və təsadüfən oldu. Atam bir müalicəsi ilə əlaqədar biz Danimarkaya gəldik və ümid eləyirdik ki, müalicəsini alıb bir yerdə ailəvi vətənə qayıdacağıq. Amma təəssüflər olsun ki, bu baş tutmadı. Heç bir müsbət nəticə əldə etmədik müalicələrlə və atam rəhmətə getdi. Ondan sonra da artıq ruhi və mənəvi deyərdim, bəzi bağlar qopdu təbii olaraq. Bu travmanın üzərindən gəlməsi və üzərində işlənməsi dərkən baxdıq, gördük, illər keçir və atam da hal-hazırda burada dəfn olunub, Danimarkada və elə bir də insan gözünü açıb bağlayır, görür ki, illər keçir. Elxan Hüseynovun adı döyüş adamlarını, qaziləri tanıyanlara yaxşı tanışdı. O, peşəkar hərbçi olub. Əfqanistanda baş leytenant kimi kəşfiyyat tağımının komandiri vəzifəsində çalışıb. Daha sonra yolu Türkistan, Macarıstan və Ukrayna hərbi dairələrindən keçib. Elxan Hüseynov 1-ci Qarabağ müharibəsinin qəhrəman qazilərindən biridir. Danimarkaya müalicə üçün gələn soydaşımız diaspor işində də önəmli xidmətlər göstərib, Azərbaycanın Danimarkada tanıdılması yolunda təqdirə layiq addımlar atıb. Ömrünün 48-ci ilində dünyasını dəyişən Elxan Hüseynov öz missiyasını həyat yoldaşına və hələ uşaq yaşlarında olan 2 oğluna ötürüb. Atanızı necə xarakterizə eləyərsiniz? Mənim atam 13 yaşından hərbiçi olub. Mən hərbiçi ailəsində böyümüşəm, hərbiçi tərbiyəsi görmüşəm. Atam çox igid bir hərbiçi olub. İlk Qarabağ müharibəsində atam komandir rütbəsində iştirak edib. Qarabağın hər qarşında, hər tərəfində qan töküb, vuruşub. Atam 48 yaşında, hətta xatırlayıram, 48 yaşının ad günündən bir ay sonra rəhmətə getdi. Hətta mən atama hər zaman şəhid deyirəm, şəhid oldu. Çünki atam o mərtəbəyə layiq idi və əminəm ki, o mərtəbədədir onsuz da. Yəni atamın bütün o
hərbiyə verdiyi, qoyduğu ki, zaman və bütün o çətin döyüşlər və s. və vətənə olan sevgisi onu ancaq şəhidlik mərtəbəsinə yüksəldib Yüce Allahımız. Həmsöhbətim atasını xatırlayarkən onun ən böyük tövsiyəsini yada salır. Atam hər zaman biz xaricə gələndə, hətta Azərbaycanda da yaşayanda, ev içində başqa bir dildə danışıldığında Azərbaycan dilindən əlavə olaraq hər zaman deyərdi ki, adam dilində danışmaq lazımdır evdə. Və bu cümlə indi vəziyyət elə gəlib çıxardı ki, biz Danimarkaya gələsi olduq. Eyni zarafat deyildi əslində. Orada çox ciddi bir mənəvi mesaj var idi və dəyər var idi, öz dilinə verilməsi. Amma biz körpə olduğumuz üçün bizim başa düşəcəyimiz bir dildə zarafat eləyirdi və o zarafatı mən hələm də xatırlayıram və o zarafatın sayəsində də deyə bilərdim ki, öz dilimizi qoruyub saxlayırıq ki, bala adam evdə adam dilində danışır. Mənim 19 yaşım var idi atam rəhmətə gedəndə. Onun rəhmətə getməsi əslində mənə də bütün bu diaspora işlərində ilham verdi. İşlərinə girməyimi, vətənpərvərliyimi mən xaricdə necə öz vətənimi təmsil edə bilərəminin ilhamı əslində atamın hərbiçi olmasından və rəhmətə getdikdən sonra mən onun adına necə layiq ola biləcəyimin yeni bir yola çıxışı deyə bilərəm. İki qardaş yad məmləkətdə atasız qalır və təhsil almaq, yola davam etmək, əl-ələ verib yaşamaq lazım idi. Amma necə? Onlara dayaq duran, yol göstərən vardımı? Və geriyə vətənə dönmək imkanı necə? Vardımı? Nələr var idi, nələr yox idi? Biz xaricdə yaşayan Azərbaycanlılara burada o qədər çox yol göstərilmir. İnsan özü nə yolu seçirsə, ayaqda necə durmağı bacarırsa elə də ayaqda durur. Bizdə belə bir söz var, daşdan pul çıxartmaq məsələsi. Yəni insan əlinə nə bacarığı gəlirsə, əlinə nə gəlirsə, onu o yolda davam edir. Yəni bu can bizə Allah tərəfindən verilib. Ondan başqa heç kim də ala bilməz. Nəfəs aldığımız müddətcə mən əminəm ki, davam eləməliyik hamımız. Mən necə davam elədim? Mən burada təhsilimə davam elədim. Fərqli işlərlə məşğul olmağa başladım. Belə baş qatmaq deməzdim, amma insan elə bir 19 yaşında bir itkidən sonra özün başını aldatmalıdır hər mənada deyərdim. Bir də burada yaşamanın bir mənfi cəhətlərindən, tərəflərindən biri də odur ki, burada anam və qardaşım varıq, başqa heç kim yoxdur. Müraciət edəsi, bir kömək istəyəsi bir yer yoxdur. Bütün nəslimiz, bütün ailəmiz hamısı Azərbaycandadır hal-hazırda və o zaman da elə idi. Çox çətin oldu ayaqda durmaq. Vallahi heç özüm də yadımda deyil necə oldu, amma bir şey xatırlayıram ki, mən özümə borc bildim, ailəmin, atamdan sonra ailəmə sahib çıxmağımın əslində mənə verdiyi məsuliyyət məni ayaqda tutdu. Anam da çox mərd bir qadındır. Həm anam özünü bizə zəif göstərmək istəmirdi ki, biz toparlanaq. Bir də mən də özümü istəmirdim və belə bir maraqlı bir kombinasiya ortaya çıxdı və şükürlər olsun Allaha davam edirik həyatımızda. Atanın əksikliyi hər zaman hiss olunur. Amma mən bunu daha çox bir motivasiya kimi artıq istifadə eləməyə başlamışam. Yəni, onun itkisinin mənə verdiyi gücə daha çox önəm verirəm. Hər gün həyatımda mübarizə
var deyərdim. Bizi güclü eləyən də mübarizələrimizdir. Harda təhsil aldınız? Orta məktəbi də burada bitirmişəm, liseyi də burada bitirmişəm, gimnaziyanı da burada bitirmişəm. Sonra Kopenhagen Dövlət Universitetində bakalavrumu orada bitirmişəm və hal-hazırda əslində Kopenhagen Dövlət Universitetində magistratura pilləsinin diplom işinin son mərhələsindəyəm, deyə bilərəm. Və eyni zamanda da Danimarkalıların məktəbində dərs deyirəm. Və bələdiyyədə də əvəz edici bir şəxs kimi hərdən bir inteqrasiya şöbəsində də bura gələn xaricilərlə əlaqədar köməyimi göstərirəm Kopenhagen bələdiyyəsinə. Kərim Elxan şəxsi inkişafla yanaşı diaspor fəaliyyətini də qurur. Danimarka-Azərbaycan Gənclər Dostluq Assosiasiyasının sədri kimi fəaliyyət göstərir. O, Azərbaycanın önəmli günləri ilə bağlı tədbirlər təşkil edir, ölkəmizi tanıdır, zamanla Danimarka ilə Azərbaycan arasında körpü rolunu oynayanlardan birinə çevrilir. Mənim əkiz qardaşım, mən Danimarkada orta məktəbdə oxuyanda bizim artıq əkiz olduğumuz üçün bizə Azərbaycanlı əkizlər deyirdilər. Orada da biz, məsələn, 6-cı sinifdə oxuyanda Danimarkada, orada artıq biz bu ada layiq olmalıyıq. Yəni, Azərbaycanlı əkizlər deyə gedirdi deyə. Orada Azərbaycan kəlməsi də olduğu üçün kimdir bu Azərbaycan? Yəni, belə yavaş-yavaş maraq belə oyandı. Bir də bayaqda dediyim kimi, atam da məşğul olub bu işlərlə və rəhmətə gedəndən sonra mən özümə həm borc bilmişəm, həm də ki, özümün də çox marağı olduğu üçün belə pillə-pillə, yavaş-yavaş irəliləmişik. İnsan əgər bir şey ürəklə eləyirsə, canla başla eləyirsə, 24 saata çox şey sığdırmaq olar. Həmsöhbətim fəal diaspor gənci kimi diasporla iş üzrə Dövlət Komitəsinin gənclərlə bağlı ən iri layihələrindən olan diaspor gənclərinin Laçında keçirilən 6-cı yay düşərgəsində iştirak edib və oradan unudulmaz xatirələrlə ayrılıb. Uzun müddətdən sonra Azərbaycana gedəndə, xüsusilə Qarabağa gedəndə, atanızın vuruşduğu yerlərdə gəzəndə hissləriniz nə oldu? Diaspora Komitəsinə təşəkkürümü bildirirəm. Onların sayəsində biz 5-ci yay düşərgəsində iştirak etdik və çox möhtəşəm, maarifləndirici və dop-dolu proqramla rastlaşdıq biz ora gələndə. Heç bu qədər də gözləntim yox idi, bəkləntim yox idi ki, bu qədər maraqlı keçəcək. Həm kədərli, həm sevincli hisslər yaşayırdım. Çünki bilirsiniz, orada tək mənim atamın qanı tökülməyib, orada bütün şəhidlərimizin qanı tökülüb. Minlərlə şəhidlərimizin qanı tökülüb. Buradan da bütün şəhidlərə rəhmət diləyirəm. Bütün qazilərə səbir və sağlamlıq diləyirəm. Bilirsiniz, mən dünyanın çox yerini gəzmişəm, çox ölkədə olmuşam, müxtəlif səbəblərdən. Amma mən ki, o Qarabağda Şuşadan Laçına gedən yol olsun, bütün Qarabağın o döngələrdə, bəli, orada gördüyüm mənzərə məni o qədər qürurlandırırdı və eyni zamanda kədərləndirirdi. Yəni, elə bir gözəl məkanı, mən Danimarkaya qayıdanda ilk dediyim cümlə Qarabağ cənnəti idi. Doğrudan da, yəni, elə bir ki, sən hansısa bir üstün üzərində işlənmiş bir filmə baxırsan, çox mükəmməl və oradakı atmosferanı, oradakı bizim xalqın əskərlərimizin mücadiləsi, indiki yaşayan insanların sevinci, bilirsiniz, o qədər emosional bir düşərgə oldu ki bizim üçün. Yəni, ona görə də təkrar Diaspora Komitəsinə çox təşəkkürümü bildirirəm. Yəni, çox faydalı oldu mənim üçün. Və bilirsiniz, orada gəzəndə Xankəndiyə də getdik, eyni zamanda Xocalıya da getdik, bütün işğaldan azad olmuş kəndlərə, şəhərlərə getdik. Bilirsiniz, orada elə bir ki, atamı da yanında gəzdirirdim, ya da mən onun yanında gəzirdim. Çox qəribə, ruhu mənimlə idi və mən orada gülümsəyərək gəzirdim.
yorğun olsaq da, proqramımız çox uzun idi, yaxşı ki də elə idi. Yəni çox az yatırdıq, amma bütün günümüz dolu idi. Bir də bilirsiniz də, yayın istisi, Laçın və s. Ona rəğmən çox belə, elə bir atamın ruhu şad idi və elə bil o məni Qarabağı gəzdirirdi orada. Anam Qubadlıdandır, bəli. Özüm deyirəm, mən yarı Qarabağlıyam. Atam da Ağdaşdandır. Bütün uşaqlığım Qubadlı xatirələri ilə keçib. Orada bizim kəndimiz və orada evimiz, eşiyimiz, hətta bütün babalarımın, nənələrimin məzarı da oradadır. Şükürlər olsun, azadlığa çıxandan sonra gedib bizim bəzi qohumlar tapıblar o məzarlığı. Çox kövrəldim. Amma evimizin demək olar skeleti qalıb, amma mərtəbəsi, hər şey, yəni bəllidir ki, burada anamın uşaqlıqda mənə danışdığı evi mən ilk dəfə o vəziyyətdə gördüm. Amma uşaq təsvirimdə tamam başqa bir ev idi, nağıl kimi gəlirdi. Amma canlı görəndə o hisslər, yəni ümumiyyətlə belə deyərdim, çox dəyişik hisslər yaşadım mən Qarabağda və Allaha şükürlər olsun, min şükürlər olsun ki, mən gördüm bu günü şəxsən. Təəssüflər olsun ki, atamın fiziolojik cəhətdən görmədi bunu. Amma əminəm ki, ruhu şaddır. Bir lövhənin qabağından keçirik avtobusla və birdən o şəkli məsafəyə gördüm, Qubadlıya olan məsafəni. Yəni hər zaman heç ağlımdan keçməzdi ki, ucundan ki, mən Qubadlı lövhəsinin qabağında dayana bilərəm. Həmən avtobusdan endim və selfie çəkdirdim və Qubadlıya olan 30 kilometri ya da 50 tam xatırlamıram və göndərdiyim ilk selfie mənim anama və xalama, ana tərəfdən, hamısı Qubadlıdandır. İlk selfie o lövhənin qabağında olduğu çəkilən selfie oldu. Qubadlı lövhəsini görəndə elə insan davam eləmək istədim ki, davam edim, axıra qədər gedim. Amma proqramda ora olmadığı üçün gedə bilməm. Amma mənim üçün yəni lövhəyi görmək də bəs oldu, belə deyərdim. Lövhəni görmək də çox dəhşət, yəni. Hər danışanda üstündən o qədər də vaxt keçməyib, yenə də elə bir dünənki kimi o həmin hissləri yaşayıram. Azərbaycana qayıtmaq haqqında ümumiyyətlə nə fikirləşirsiniz? Siz həyatı bir dəfə sıfırdan başlamısınız. Yenidən belə bir şey haqqında düşünürsünüzmü? Mən planlarımı rasional şəkildə qurmağa tərəfdarıyam. Yəni, realist planları qurmağı sevirəm. Tərcihimdir və uzun müddəti qurmuram, xeyr. Onu zaten atamın itkisi ilə də insan öyrənir ki, 20 illik plan da qursan, sabah birisi gün hər şey ola bilər. Biz bunu Covid'də də gördük. Məsələn, insanların nə qədər insan həyatı alt-üst oldu. Belə qısa müddətli qoyuram, belə deyərdim. Arzularım uzun müddətlidir, amma planlarım qısa müddətlidir. Azərbaycana qayıtmaq məsələsi nə gəlincə, niyə olmasın, mənim vətənimdir. Orada mənim üçün sıfırdan başlamaram deyə düşünürəm. Mən hər zaman öz vətənimlə əlaqədə olmuşam. Məsafədən olsa da mən öz milli, mənəvi, siyasi, bütün bu dəyərlərimizin xaricdə tanıdılması, işıqlandırılması da məni əslində vətənlə daha da sıxlaşdırıb, yaxınlaşdırıb. Yəni, uzaqlaşmağa fürsət olmayıb vətəndən. Məsafə uzaq olsa da, könlümüzdəki məsafə heç bir zaman uzun bir məsafə olmayıb. Gedirəm də Azərbaycana, gəlirəm, orada yaşamağı da bacararam. Özümü o qədər də yəni, sıfırdan başlamış kimi düşünmürəm, xeyr. Bir də Azərbaycandakı olan inkişaf, insan gül sevilmədən əlimizdə deyil sevilməmək. Yəni artıq Danimarka kimi ölkədə mən əgər öz ölkəmi qürurla səsləndirə bilirəmsə və Danimarkalılar bizə ora necə gedə bilərəm sualı verirsə, demək ki, bizim ölkəmiz də doğrudan da artıq
şükürlər olsun ki, ən belə tanınmış ölkələrdən biridir. Kərim Elxan, Prezident İlham Əliyevin Danimarka krallığına səfəri zamanı keçirdiyi hissləri də bölüşür. Çox qəribə hisslər idi. Buradan burada, yəni belə baxsaz, mənimlə bizdə aramızda bir 2 kilometr məsafə var idi. O da çox inanılmaz, möhtəşəm bir hiss idi ki, bizim prezidentimiz buradadır da, yəni çox qürur verici bir hisslərdir xəbərlərdə çıxması və bizim vətənimizin, ölkəmizin səsləndirilməsi artıq, yəni çox sevindirici bir haldır, belə deyərdim. Kərimin dünyaca məşhur Qarabağla Danimarkanın Kopenhagen klubunun qarşılaşması zamanı hansı komandaya azarkeşlik etməsi də maraqlı idi. Ən çox verilən sual da bu oldu ki, Qarabağ-Kopenhagen oyunu arasında kimin tərəfini tutmaq istəyərdin? Mən əslində belə, mən futbol izləməyi çox sevirəm və illərdir ki, Kopenhagen azarkeşiyəm. Amma Qarabağda ürəyimizdir və futboldan, klubundan öncə də Qarabağ tamam başqa bir məna daşıyır bizim üçün. Amma mən verilən o suala belə cavab verirdim ki, mən indi stadiona getsəm, izləsəm bu oyunu, insan halıda, refleksdir, Kopenhagen qol atanda bir urra deyən insan istər-istəməz, çünki tərəfdaşı olduğum bir komanda 20 il. Amma eyni zamanda Qarabağda, mən Qarabağı tuturam, azarkeşiyəm və belə bir şey də var ki, mən tərəf tutmağı çox sevməzdim bu mövzuda. Çünki bilirsiniz, necə etik qaydalar var, yəni istər-istəməz mən burada yaşayıram, yəni bizə necə gələn xaricilərdən biz gözləyirik ki, belə bəklənti var ki, bizim ölkəmizə hörmət eləsinlər, Azərbaycana, bizim milli mənəvi dəyərlərə hörmət eləsinlər və bizim yaşam tarzımıza, stilimizə hörmət eləsinlər. Yəni, qonaq gəlmiş bir insanın evinə kimi bir şeydir. Ona görə də mən də bunu etik görmədim. Çöldə hər hansı bir yerdəsə Qarabağı Kopenhagenə qarşı olan oyunda belə demonstrativ şəkildə şeyliyim, belə... Amma hissləri ürəyinizdə yaşamışsınız. Hisslərim ürəyimdə və o hisslərə, yəni özümü kontrol edə bilməyəcəyimə güvənmədiyim üçün belə bir qərar aldım ki, ən yaxşısı mən Azərbaycanlı uşaqları, dostları çağırım, evdə sakit televizyon arxasında izləyək və qələbə də çaldıq, şükürlər olsun. Bu bayrağı mən Laçında verilib. Bizim diaspora komitesi sağ olsun, bizi bütün avadanlıqlarımı deyim, bayraqlarla, bütün lazımı olan vəsaitlərlə kömək eləyir. Yəni, belə şəxsi gedib Azərbaycandan bir şey gətirməyə bir ehtiyacım yoxdur. Ora gedəndə mən hər il zaten diaspora komitesini ziyarət edirəm və planlar haqqında danışılır. Onlar da çox sağ olsunlar, hər bir sahədə mənə kömək edirlər. Səfirlik olsun diaspora komitesinin hamısına çox təşəkkürümü bildirəm. Bizə hər zaman, doğrudan da hər zaman dəstək çıxırlar. Əgər həyatınızı dəyişəcək, təsəvvür edin ki, bir an var, sizə həm Azərbaycandan bir əl uzanıb, həm Danimarkadan bir əl uzanıb, siz onun ilk olaraq hansını sıxardınız? Mən buna çox qısa və net, konkret cavab vermək istəyərdim. Mən Azərbaycanlıyam. Dünya Azərbaycanlılarının proqramı olan Vətən Uzaqda deyil proqramı bugün efirdə işini başa çatdırdı. Biz sizi Danimarkanın paytaxtı Kopenhagendən salamladıq. Yeni ölkələrdə, yeni proqramlarda görüşənə qədər.